Allahın da ata-anası var? Adil, bizim ata-anamız var ki, bizi dünyaya gətirsin, yedirdi biçirsin, bizə danışmağı öyrətsin və nəhayət bizi böyütsün. Allahın isə bunların heç birinə ehtiyacı yoxdur. Çünki o həmişə olub və həmişə də olacaq. O heç vaxt uşaq olmayıb ki, onu kimsə böyütsün. O heç vaxt acımayıb ki, onu kimsə yedirsin və o bütün dilləri bilir. Buna görə də onu dünyaya gətirib, yedirdib içirdəcək və ona danışmağı öyrədəcək bir ata-anaya ehtiyacı yoxdur. Gör Allah necə güclüdür. Bəli, o çox güclüdür və eləcə də mehribandır. Bizim kimi zəif canlılara ata-ana verib ki, bizi böyütsünlər. Hut, sənə çox təşəkkür edirəm. Hər dəfə suallarıma cavab verirsən. Sən də sağ ol Adil, öyrənmək istədiyin üçün.